Salam əziz dostlar, hər vaxtınız xeyir, gününüz xoş olsun. Bu günləri mart ayının 15-i 2026-cı il. Mən Rəşad Əliyev Saraslı gəlmişəm atamın böyük bacısı Rüstəmova Kəklik Bayram qızının yanına və istəyirəm ki, Kəklik mamam xatirələrini bizimlə bölüşsün. Nə xatirəsini bizimlə bölüşsün, onu da deyim, məlumunuz olsun. Belə ki, Kəklik mamamın övladlarının kiçik toy məclisini böyük ustad Aşıq Hüseyn Saraslı Aşıq Qurbani ilə birlikdə keçirib. Bu məclis necə olub? O haqda bizə Kəklik mamam məlumat versin. Sizin də bizim də bilgimiz olsun. Salam Kəklik mama, səni xoş gördük. Sağ ol. Sağ ol. İstəyirəm Əşrəf əmmin, Əmir əmmin sünətində Aşıq Hüseyn nətər oldu, nətər getdiniz, kirvəniz kim idi? Yaxşı keçirdik. Yaxşı Omar kirvəni tadına, sözünə getdi. Şaxı bəzədi, getdi ortaya qoydu. Şax bəzədi. Ondan sonra Qavaş Əşrəfi sünət elədi, ondan da Əmiri. Aşıq Qurbani də Aşıq Hüseyn getdi. Karavar çaldılar. Ondan sonra Güllü maman apardı. Oruç sünnet elədi. Aşığın adını Qurbaniyə qoydu. Aşıq Hüseyn Allah rəhmət eləsin. Aşıq Hüseyn göy yaylaqda. Gəviyi çalırdı şəxnidə. Heyvanı kəsirdilər, dağa etdik. Dağda Aşıq Hüseyn çalırdı, çağırırdı. Biz də 4 qramda otururduq. Aşıq Hüseyn nətər adam idi? Hündür boylu. Şəxlisə özünə yaraşırdı. Özü də şəxlisiyə. Kızını bir zərniyar. Sədiyə vermişdi. Biri də şəhriyar. Yaddadır. İkisi də rəhməti etdi, Allah rəhmət eləsin. Pəhlivanın çiçidir. Anası rəhməti etdi. Durur mu? Rəhməti etdi bu yaxınlarda. Bax. Hə. Onun evətini alıp da Əkrəm alıya. Hə, bilirəm.